Salam dəyərli 9-cu siniflər, bugün Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanının birinci zona üzrə 9-cu sinif buraxılış imtahanı keçirildi və mən bu sualların izahını Turanə Paşayeva MHM Tədris Mərkəzinin ingilis dili müəllimi sizə təqdim edirəm. Başlayaq. Qeyd edim ki, hal-hazırda əlimdə öz şagirdimin sual kitabçasıdır, həm də onun cavablarını yoxlamış olarıq. There will be epic dear teachers. Deməli, teachersları ünvanları müəllimə ünvanlanıb bu məktub. There will be a picnic this Saturday at 12 p.m. for the teachers of the school in the park. Deməli, məktəbin müəllimləri üçün təşkil olunur bu piknik. If family members want to join the picnic, they should pay. Bax, əgər ailə üzvləri qoşulmaq istəyirsə, half the price of the bus journey. Bu avtobusla səyahətin yarı pulunu ödəməlidirlər. Bax, half burada əsas sözdür. Everyone should bring their lunch. Hər kəs öz yeməyini gətirməlidir. Come and have fun together. Sincerely Teachers Club. Müəllimlər klubunun yazdığı məktubdur. Deməli, burada məsələ nədən ibarətdir? Baxaq. Teachers will go on picnic organized for next weekend. Next weekend deyil, this Saturday. Bəndi getdi. Family members are not allowed. Xeyr, bu da xeyr, yanlışdır. Everyone attending picnic should pay. Hər kəs ödəməli deyil, yalnız ailə üzvləri. Picnic will be held early in the morning. Xeyr, morning olmayacaq, saat 12-də. Y variantı doğrudur, aferin. Dear Kathleen, I'm inviting you my birthday party. Deməli, Kathleenə yazılıb, kim yazıb? Mary yazıb. Onu nə edir? Birthday party'yə dəvət edilir. Dünən canlımızda da bu barədə bir short text izah etmişdim sizə. If you take your car, drive the forest route, then drive past Brownsville and take exit 30A. Drive down to the road there and turn left. It's the first big house on the right. Deməli, ünvanı deyir. See you there. Baxaq görək doğru cavabımız burada nə ola bilər? Aha. Baxaq. The house of Mary's cousin is the last big house. Bax, first big house. Bəndi deyil. B-yə bax. Mary describes the way to her cousin's house to Kathleen. My birthday party at my cousin's house this Friday. Let me explain to you how to get there. Bəli, Mary izah edir Kathleenə describes the way to her cousin's house to Kathleen. Bəli. Sonra Mary invites Kathleen. Burada baxaq. Bəli, tamamilə düzgündür. B variantı, aferin. Dear travelers, please remember to arrive the airport at least 2 hours ago. Deməli, əziz səyahətçilər, unutmayın, aeroporta uçuşdan 2 saat öncə gəlmək lazımdır. Əmin olun ki, öz şəxsiyyət vəsiqələrinizi və tiketlərinizi, biletlərinizi özünüzlə götürmüsünüz. Yükünüzü diqqətlə, belə deyim, yığın və bu qaydalara əməl edin. Don't forget to bring some food, water, you trip. Özünüzlə biraz yemək və su gətirməyi unutmayın. Have a safe and enjoyable journey. Xoş və gözəl səyahətlər arzu edirik sizə. Deməli, burada cavab nədən ibarətdir? Burada cavab ondan ibarətdir ki, uşaqlar, baxaq. Agency asked them not to forget taking their passport. Bəli, A variantı, aferin, Zərifə. Malatsı. Okay, getdik, aferin qızıma. Və böyük mətnini oxuyaq, tərcüməsini sürətlə keçək üzərindən ki, mən istəyirəm ki, tez-tez cavabları deyim burada, sizin üçün də uyğun olsun. Deməli, burada deyir ki, Cano Crystals is a unique and colorful river in Colombia, South America. Bir çaydan danışır, Cənubi Amerikada. Bəli. There are a lot of mountains. Göllər var, çaylar var, daha doğrusu göllər var, dağlar var çayın ətrafında. Cano, the river is often called the river of 5 colors. 5 rəngli çay adlanır. Liquid rainbow. It includes various colors. Ora müxtəlif rənglər daxildir. Qırmızı, qara, mavi, yaşıl və sarı. Its red color comes from a red growing tree. Under the river. This color changes depending on sunlight. Deməli, gün işığına görə dəyişir. Other colors come from black stones, qara daşlardan, yaşıl bitkilərdən, mavi sudan və sarı qumdan gəlir digər rənglər. To protect Cano crystals from pollution and damage, not everyone can enter the area. Buranı deyir qorunmaq üçün, çirklənmədən qorunmaq və zədələrdən qorunmaq üçün bura hər kəs daxil ola bilmir. Tourists need a document from government allowing them to enter the area. Turistlərin isə sənədi
sənədə ehtiyacı var. Tourists can only visit Kano crystals with a guide. They can book a tour. Bəli, yəni bir bələdçi vasitəsilə gələ bilirlər, tur ala bilirlər, bilərlər və enjoy this wonder of the nature, təbiət möcüzəsindən zövq ala bilər. But going to the river is not so easy. Amma çox asan deyil. Visitors should first use a helicopter. Birinci helikopterdən istifadə edirlər, sonra qayıqdan, sonra isə piyada getməlidirlər. Burada bizdə 8-ci sualda false istəyir. False istəyirsə black stones and yellow sand don't affect. Xeyr, bəli, A variantı tamamilə doğrudur. Tourists can visit the river by getting special document. Tamamilə doğrudur Y variantı. What is the passage mean about a unique river in Colombia? Doğru. 11'də different colors in what makes bəli famous different colors rainbow olmağı. Bəli, C variantı doğru. Zərifə, aferin sənə. Deməli, burada da statement are true. Doğru olan deyir. Only a guide can book a tower. Only yox. Burada deyir. Only a guide değil daxı. Bir dəqiqə. And enjoy this one. But going to the river is not so. Should first use it. Həm də onlar icazə də ala bilirdilər. The sun affect the color of the sun. Burada true-nu deyib. Bəli, the sun görək affect edirdimi? Gənclər, baxaq. Bəli, sunlight var, 2 düzgündür. The location of the includes mountains as well. Bəli, burada dağlar da var idi. Helicopter is the last vehicle yox. Burada ancaq helikopterlə getmirdilər. Boat da var burada və piyada gedirdilər. Bəli, 2-3 doğru cavabdır. Aferin sənə. Possessive case. Diana's və my neighbor's door. 1-2. C variantı doğrudur. I was upset and happy during the flight because my seat was a window seat. Upset yox, I was angry olmaz, useless olmaz, bored, upset, lucky. C variantı doğrudur. Çünki window seat, yəni düz pəncərə kənarındaydı deyə xoşbəxt idim. Zərifə burada 2 variant yazıb. Hansı olduğunu soruşacağam. Close meaning. Tired, exhausted tamamilə doğru. Hər ikisi yorğun. Y variantı doğru. Her friend took part in the competition. Neyse, no doğru cavabımızdır. The shop which is near, next to the house is close to-dan işlənir. Close to-dan işlənir. Baxaq burada close. At the weekend burada. At the weekend olan da burada deməli next to at yanında olan A variantı doğrudur. Regular verbs, qaydalı fe'llər. Cover, covers, sneeze, introduced. Y variantı doğru. Match the words to their definition. Crowded, çoxlu insanlar olan 1B. Mild, not strong, yəni mülayim. C. Ordinary, not unusual. B, C, A variantımız doğrudur. I organized a birthday party last night. A birthday party was organized last night. Aferin Zara sənə. Gəldik 21-ci suala. Bircə saniyə. Və mən 21-ci sualda yoxlayaq. This is one of the oldest towns in the city. D variantı doğrudur. Match the word to the disturb, narahat etməkdir. To notice, xəbərdarlıq etmək. Attend isə getmək. To disturb, to see, pay attention yox. To be present at, Zara yazıb. To stop somebody during, bəli, C. To notice, to be present at the event yox. Bura B olmalıydı. 3'də olmalıydı. To attend, to see, bir dəqiqə. To be present yox, bircə saniyə. To see or pay attention to somebody or something. Bəli, düppədüz yazıb. Bir anlıq qoxmuşdum. Aferin qızıma. C-A-B. C-A-B bizim doğru cavabımızdır. Doğru. Aferin sənə. 23'də the box of pencils. Burada box'a baxacağıq. Is, was tamamilə doğru. You will enter the university if you study hard. If'dən sonra indiki zaman, will-lə də indiki zaman uzlaşır. Doğru cavabımız D variantı. Get this unusual painting from. Cümlə sonunda from olarsa ya who from ya where from. 3-lə 4 bizim doğru cavabımızdır. Aferin. Və story elə Zərifənin öz yazdığını yoxlayacağım. Çünki çox qəşəng, rahat bir storydir. It was a sunny day. Dan and his mother were sitting in the yard. Dan was playing and his mother was reading. Suddenly they saw an elephant behind Dan. An elephant, okay, both Dan and his mother were shocked. Then Dan gave elephant a banana from a pan and the table, on the table. Then elephant was enjoying while eating. Then came
a circus car. A circus car came olsa daha düzgün oldu. It was owner of the elephant. He took elephant barge and thanked Dan and his mother. Çok güzel, güzel bir essay yazmışsan. Aferin. İnşallah tam balda alarız. Listening ise bir dənə analiz edip yazırım.